Dünyada yolunu keçən bir insan bir neçə dəqiqə sonra maşının altında qalıb öləcəyindən və ya ömür boyu şikəst qalacağından xəbərsizdir. Həkimə gedən bir insan orqanlarının xərçəng hüceyrələri ilə əhatə olunduğundan xəbərsizdir. Dünyaya yeni göz açmış bir körpə bir neçə dəqiqə sonra mələklər tərəfindən cənnətə aparılacağından xəbərsizdir. Sakit və rahat bir şəkildə kresloda oturan insan bir saniyə sonra infarkt keçirərək ürəyinin dayanacağından xəbərsizdir. Ağlı tamamilə fərqli düşüncələrlə dolu olan bir ailə yeməkdən qayıdarkən yolda qəza keçirib bir addım sonra ölümlə qarşılaşacağından xəbərsizdir. Ölüm budur. Nə yaş dinləyir, nə şan şöhrət, nə gənclik, nə də pul. Əgər insanın əcəli gəlibsə, vaxtı çatıbsa, heç kim ölüm mələklərini dayandıra bilməz. Çünki mələklər Rəbbinə boyun əyərək əmr olunduqları işi yerinə yetirir və gəlib o insanın canını alırlar. Dünyada bu qədər qürurlanan, özünü uca tutan, saatlarla lazımsız şeylər barəsində fikirləşən insan əslində çox acizdir. Çünki bir addım sonra tamamilə fərqli dünyaya köçəcəyindən, dünya ilə bir daha heç cür əlaqə yarada bilməyəcəyindən xəbərsizdir. Özünə dərd etdiyi şeylər bu dünyada qalacaq, o isə sonsuz axirət həyatına qədəm qoyacaq. Nəticədə hər insan öləcək yaşdadırsa, deməli, insan ölümü heç vaxt unutmamalıdır, elə deyilmi? Çünki biz yatarkən, yolda yeriyərkən, bir işlə məşğul olarkən, söhbət edərkən, ölüm mələkləri ən yaxınımızda bizi gözləyir. Biz onları görə, eşidə bilmirik, amma onlar bizi görürlər və etdiyimiz hər şeyi qeyd edirlər. Əgər ölən insan həyatını imanla keçiribsə, salih əməlləri ilə, ibadətləri ilə, səbr etdikləri ilə, təvəkkülü ilə əməl dəftərini doldurubsa, Allah üçün yaşayıb, Allah üçün ölübsə, məhz o zaman mələkləri ən gözəl şəkildə görəcək və cənnətlə müjdələnəcək. Onun üçün artıq heç bir qorxu yoxdur. Çünki artıq sonsuza qədər Allahın razı olduğu cənnət əhlindən olur. Dünya nəfəs alıb vermək qədər qısadır. Son gün gəlməzdən əvvəl hər an öləcək yaşda olduğunu bilmək və bu şuurla yaşamaq ən doğru davranışdır.